Milli Məclisdə pensiyalarla bağlı yeni təkliflər sürülüb. Belə ki, işləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin 6 deyil, 4 ildən bir hesablanması təklif edilir. Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib. O qeyd edib ki, işləyən vətəndaşların pensiya məbləği 6 ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək 6 illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq. Deputatın sözlərinə görə Milli Məclisdə aparılan müzakirələr zamanı təkliflərdən biri də 6 illik müddətin 4 ilə endirilməsidir. Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.